Mən Münasib Məmşov 1973-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşam. Kənd orta məktəbində və Zərdab peşə məktəbində təhsil aldım. 92-ci ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçəndən sonra Qarabağa göndərildim. Ağdərə və Ağdam rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 67.987 sayılı hərbi hissənin avtomatçısı olaraq bir neçə hərbi əməliyyatlarda iştirak etdim. Döyüşlərdə fərqləndiyim üçün mükafatlara, təltiflərə, o cümlədən pul mükafatlarına layiq görüldüm. 93-cü ildə ermənilər Ağdam istiqamətində hücumlar təşkil edirdilər. Xaçınçay su anbarının ətrafında gedən döyüşlərin biri mənim son döyüşüm oldu. 93-cü ilin iyul ayında torpaqlarımızın müdafiəsi uğrunda, vətən uğrunda şəhidlik zirvəsinə yüksəldim.